Allaha yaxınlaşmaq nə deməkdir əzizlərim? Məlum məsələdir ki, bu məkan baxımından deyil. Çünki Allah məkana sığmaz, qeyri-maddi varlıqdır. Maddi varlıqdır ki, deyəsən ki, mən 100 kilometr uzağam, nə bilim 200 kilometr uzağam və yaxud... Burada yaxınlıqdan məqsəd nədir əzizlərim? Bunu deyim sizə. Allah mütləq kamaldır. Mütləq kamal nə deməkdir? Yəni, hər cəhət demək düzdür. Allah hər sifətində kamillik, yəni qeyri-məhduddur. Məhduddur, həddi yoxdur. Qüdrət həddi yoxdur. Elm həddi yoxdur. Həyat həddi yoxdur. Heç Allahda nə gözəllik varsa hamı kamal. Mütləqül kamaldır və kamalül mütləq. Həddi yoxdur. Sonsuz kamillik ona məxsusdur. Sonsuz gözəllik Allaha məxsusdur. Amma insan necə? İnsan hər cəhətdən naqisdir. Elmdə naqis, qüdrətdə naqis və sair sifətlərdə naqis. O naqislikləri insan doldura Allaha yaxınlaşır. Fikir verdiniz Allaha yaxınlaşmağın mənası nədir? Yəni, məndə naqislik var elmdə, heç nə bilmirəm. Deməli, bir hərf öyrənəndə o naqislikdən ki, bir hərf azaldı da, düzdür? Bayaq naqis idim, ümumi mənada, yəni hər mənadan cahil idim, heç nə bilmirdim. İndi bir hərf öyrəndim. O naqislikdən biri azaldı, azalmadı? Azaldı. Deməli, naqislikdən ki, bir hərf azaldı, mən o hərfdə kamilliyə yaxınlaşdım. O acizlikdə də belədir, o qüdrətdə də belədir, elmdə də belədir, həyatda da belədir, digər sifətlərdə də belədir. Hər dəfə insan naqisliyindən azaldanda kamilləşir, Allaha yaxınlaşır. Çünki sonsuz kamal odur axı. Sən yaxınlaşdın, sən naqisi azaldıqca ona yaxınlaşırsan. Budur. İndi bax ki, indi bundan sonra namazı gör nə ləzzətlə qılacaqsan. 4 rükət zöhür namazı qılıram qürbətən ilallah. 4 rükət zöhür namazı qılıram. Tərcümə elədi Azərbaycanca. 4 rükət zöhür namazı qılıram Allaha yaxınlaşmaqdan ötürü. Deməli, hər qıldığım namaz məni kamilliyə bir mərtəbə artırmalıdır. Artırmırsa deməli yaxınlaşmadım. Buymuş qürbətən ilallahın mənası. O vaxtı biri mənə sual verdi, xoşum gəldi suala. Dedi ki, niyə biz demirik ki, məsələn, namaz qıllı lillah. Yəni, Allaha xatirin, Allah üçün namaz qıllam. Niyə qürbətən deyirik? Qürbətən, yaxınlaşmaqdan ötürü. Çünki Allah üçün ayrı, yaxınlaşmaq üçün ayrı. Niyə demirik? Məsələn, 4 rükət zöhr namazı qıllam lillah. Deyirəm, qürbətən ilallah. Nə üçün? Dedim mən. Bax, budur. Cavab budur. Oruç tuturam qürbətən ilallah. Tutduğum oruc mənim naqisliyimdən aradan aparmalıdır. Yəni, məni kamala çatdırmalıdır. Çatdırmırsa deməli, qürbət hasil olmadı, yaxınlaşmaq hasil olmadı. İxlaslı insanların ikinci mərtəbəsi budur. Buna deyirlər mərtəbətül müqarribin, Allaha yaxınlaşanların ixlası, mərtəbəsi. Onlar hər əməli eləyərlər Allaha yaxınlaşmaqdan ötürü. Hər əməldə kamillik axtararlar. Hər əməldə özlərindən naqisliyi uzaqlaşdırarlar. Heç olmasa bir an, bir ləhsə özlərindən uzaqlaşdırarlar. İstəyərlər qabağa geçsinlər, inkişaf eləsinlər, kamilləşsinlər, gözəlləşsinlər. Həm elmdə, həm imanda, həm əməldə, həm sifətlərdə, həm. Ona görə İmam Hüseyin əleyhissalamın o 72 İmam Hüseyinlə Kərbəla şəhidləri, onlar barəsində bizə nə deyirdilər tanıyanlar? Deyirdilər ki, biz həyatda onlardan gözəlin görmədik. Mən İmam Hüseyini demirəm, o şəksiz və şübhəsiz gözəldir. Mən Həzrəti Əbülfəzl Abbasi demirəm, o şəksiz və şübhəsiz gözəldir. Mən Əli Əkbəri, Həzrəti Qasimi demirəm, mən orada olan Kərbəla şəhidləri, amma məsum olmayan, imam övladı olmayan, əhl-i beytdə olmayanları deyirəm. Onların bir dənə sizdən xahişim bugün budur.
olmur, bizdə məclislərdə ev tapşırığı olmur, o məktəbdə olur ev tapşırığı, amma kaş olaydı, xütbələrdə də ev tapşırığı. Bu günləri əgər olsaydı belə deyərdim sizə. Deyərdim ki, bu ev tapşırığı bu. Bu gecə buradan gedəndən sonra və yaxud yorğunsuz gecdə eybi yoxdur. Sabahları məclisə qədər axtarın, heç olmasa bir dənə Kərbəla şəhidinin tərcüməyi halını oxuya bilin. Həbib ibn Məzahirin tərcüməyi halın. Müslim ibn Osəcanın tərcüməyi halın. Sa'd ibn Abdullah el-Hənəfinin tərcüməyi halını. Hilal ibn Nafi'nin, məsələn, Nafi ibn Hilalın tərcüməyi halı. Bir nəfərin onlardan heç olmasa tərcümə halını oxuyun, görün onlar barəsində nə yazırlar. Deyir, bunlar gözəl idi, bunlar gözəldilər, hər cəhətdən gözəldilər. Mərdlik bunlardaydı, sədaqət bunlardaydı, vəfa bunlardaydı. Bu bizə nə öyrədir? Hüseynlə olmaqdan ötürü gərək Həbib ibn Məzahir olasın. Hüseynlə olmaqdan ötürü gərək Müslim ibn Osəcə olasın. Naqisin orada yeri yoxdur, əzizim. Ora bir meydandır ki, bağçadır ki, gül bağçasıdır ki, ora gözəllər cəmlənir ora. Bu məclislərin də hikməti budur, fəlsəfəsi budur. Hər il təkrarlanır, təkrarlandıqca biz o gözəllərə çatayıq, ora yetişək.